Siz ateist olmusunuz Bəli. və dinə yaxınlaşmısınız. Dinə deyil, Allaha yaxınlaşmışam. Bunlar fərqli anlamlardır. Ümumiyyətlə, İslama təkcə din kimi baxmaq düzgün deyil. Quran əvvəlki dinlərin və müqəddəs yazıların toplusu. Daha kamil, daha reallığa uyğunlaşdırılmış, daha obyektiv bir toplu. İslam isə Allahın buyurduğu bir yoldur. Necə oldu? Ateist olduğunuz halda İslamı qəbul edə bildiniz. Başqa variant, başqa şans yox idi. Bioritmologiya, kvant fizikası, fəlsəfə ilə maraqlanmağın, hətta ateizmin özəyi olan böyük partlayış nəzəriyyəsi mənə o qənaətə gətirdi ki, Allah var və dünya onun tərəfindən tənzimlənir. Böyük partlayış nəzəriyyəsi dedikdə, Böyük partlayış nəzəriyyəsi dedikdə, böyük partlayış nəzəriyyəsinin tərəfdarlarının fikrincə, dünya yaranmazdan öncə kainatda heç bir enerji, heç bir materiya yox idi. Singulyarlıq deyilən bir anlam var idi. Və həmin singulyarlığın xüsusiyyətlərini alimlər bu cür göstərir. Diqqət! Həmin singulyarlıq tək, vahid bir enerji şəklində olub. Heç bir enerjidən aslı olmayıb, singulyarlıq əbədi olub, dünya yaranmazdan öncə mövcud olub və kainat seyrəlmək üzrədir. Quranda buna qiyamət deyilir. Kainat seyrəldikdən, dağıldıqdan sonra da mövcud olacaq. Və singulyarlığın heç bir bərabəri, misli, oxşarı yoxdur. İndi gəlin görək, Quran-ı Kərim bu barədə nə deyir? Qul huvallahu əhəd. Əhəd sözü vahid və tək deməkdir. Allahu samed. Samed, yəni heç bir yerdən qidalanmır və heç nədən aslı deyil. Ləm yəlid və ləm yulad. Doğmayıb, doğulmayıb, yəni əbədidir. Və ləm yakul lahu kufuvan əhəd. Misli bərabəri, oxşarı yoxdur. Yəni ki, Oxfordun, Harvardın alimlərinin 20-ci əsrdə dediklərini Quran-ı Kərim 14 əsr öncə demişdi. Özü də 100% həmin alimlərin fikirləri ilə Quranın fikirləri üst-üstə düşür. bəs kvant fizikasının İslama aidiyyəti? Kvant fizikasının İslama aidiyyəti odur ki, son araşdırmalar onu göstərir ki, kainat canlı bir materiyadır. Əgər kainat canlıdırsa, canlını cansızdan fərqləndirən cəhət nədir? Canlının şuuru var. Şuur nə üçündür? Şuur, canlını xaotik yaşamaqdan qorumaq üçündür. Məsələn, adi bir toyuğun şuuru olmadığı halda yaşadığı hinə yolu belə tapa bilməz. Adi qarışqanın və ya arının orqanizmləri milyardlarla, trilyardlarla hüceyrələrdən ibarətdir. Və hər bir hüceyrə özü-özlüyündə canlıdır. Hər bir hüceyrənin özünün bir şuuru var. Amma buna baxmayaraq, həmin o hüceyrələr qarışqanın və yaxud arının beyninə bağlıdır. Bundan əlavə qarışqaların və ya arıların iyerarxiyası var. Onlar özlərinə kraliçə, kral və başçı seçirlər. İnsanlar da belədir. Hər bir insanın orqanizmində milyardlarla, trilyardlarla hüceyrə var. Hər bir hüceyrə canlıdır və hər bir hüceyrə bizim beynimizə bağlıdır. Eyni zamanda insanlar bununla kifayətlənmir və işlədikləri təşkilatlarda müdirlər nazirlərə, prezidentlərə, krallara və s. bağlıdır. Yəni ki, insanları idarə edən şuur lazımdır, hüceyrələri idarə edən şuur lazımdır. Məntiqlə belə çıxır ki, kainat canlıdırsa, onu idarə edən şuur olmalıdır. O da Allahdır mı? Necə adlandırdığımızdan asılı olmayaraq, Allah, illah, Bog və yaxud God, dünyanı idarə edən, tənzimləyən, nizamlayan şuuru var.